Su çiçəyi. Necə müalicə etmək və nə etmək lazımdır? Su çiçəyi çox yüksək yayılma qabiliyyətinə və mümkün ağır fəsadlara malik olan virus xəstəliyidir. Ən üzücü tərəfi isə digər virus xəstəliklərində olduğu kimi xəstəliyin səbəbini tez bir zamanda aradan qaldırmaq üçün hədəfli müalicənin olmamasıdır. Bizim arsenalımızda hətta bugün 21-ci əsrdə belə yalnız simptomatik terapiya var və bu da bəzən artıq baş vermiş fəsadları müalicə etməyə qadir olmur. Belə bir fikir var ki, uşaqlar bu xəstəliyi böyüklərlə müqayisədə daha yüngül keçirirlər. Amma bu həmişə belə olmur. Şəhər xəstəxanaları bu gün də tez-tez su çiçəyi ilə çox ağır formada xəstələnmiş uşaqları qəbul edirlər. Su çiçəyinin yüngül hallarında biz heç bir müalicəyə ehtiyac duymuruq. Yalnız qızdırma salıcı terapiya və səpkilərin yerli olaraq qaşıntı əleyhinə vasitələrlə işlənməsi kifayətdir. Amma xəstəliyin ağır hallarında bəzən xəstəyə əlavə fəsadların yaranması səbəbindən antibakteriyal preparatların təyin edilməsi lazım olur. Tez-tez su çiçəyindən sonra uşaqların dərisində çapıqlar qalır. Bütün yuxarıda sadalanan məqamları nəzərə alsaq, mənim fikrimcə aydındır ki, uşağı vaxtında su çiçəyinə qarşı peyvənd etdirmək həm daha asan, həm də məntiqlidir ki, bu çətin virusla yoluxmanın qarşısını almaq mümkün olsun. İndi isə gəlin sizinlə müzakirə edək. Görəsən niyə biz uşaq olanda su çiçəyinə yoluxanda bizi yaşıl boyayla, zelyonka sürtürdülər? Bunu həqiqətən etmək lazımdırmı? Yaşıl boya, zelyonka yeni çıxan səpkiləri işarələmək baxımından olduqca əlverişlidir. Amma nəzərə alsaq ki, zelyonka əla antiseptikdir. O, onsuz da qaşınan səpkiləri daha da qurudur. Ona görə də hazırda biz zelyonkadan imtina etməyi və yerli qaşıntı əleyhinə vasitələr və ya emulsiyalar seçməyi tövsiyə edirik ki, uşaq bu yaraları çox qaşımasın və ora ikinci dərəcəli infeksiya salmasın. Çox vaxt düşünürlər ki, su çiçəyi zamanı uşaqları yumaq olmaz. Bu isə tamamilə səhvdir. Onsuz da qaşınan səpkilər pərin də təsiri ilə daha da çox qaşınacaq. Və beləliklə yenə də ikinci dərəcəli infeksiyanın qoşulma riski artır. Və sonda, sual yaranır, su çiçəyini uşaq bağçasında yoluxub keçirmək və bir daha heç vaxt yadına salmamaq yaxşıdır, yoxsa peyvənd olunmaq? Əlbəttə, peyvənd olunmaq. Uşaq su çiçəyinə yoluxanda gələcəkdə, hətta böyüklük yaşında belə bu virus bəzən orqanizmdə yenidən aktivləşə bilər və artıq gözümüzün öyrəşdiyi su çiçəyi kimi yox, məhz sonan opoyasivayoşi gerpes adlanan xəstəlik kimi özünü göstərə bilər. Bunlar da eyni dərəcədə dözülməz qaşınan səpkilərdir və onları digər intoksikasiya əlamətləri, hərarətin yüksəlməsi, ağrı müşayiət edir. Adətən bu səpkilər qabırğaarası nahiyələrdə əmələ gəlir. Bu zaman vaxtilə xəstələnmiş böyüklər belə yenidən ətrafdakılar üçün yoluxucu olurlar. Beləliklə, əgər həmin böyüyün ətrafında hələ xəstələnməmiş uşaqlar varsa, məhz bu zaman onlar su çiçəyinə yoluxa bilərlər. Halbuki peyvənd olunmuş insanın zona xəstəliyinə tutulmaq şansı tamamilə yoxdur. Su çiçəyi əleyhinə peyvənd artıq bir neçə ildir ki, mövcuddur və effektivdir. Bu peyvənd 2 dəfə 2 dozu arasında ən az 6 həftə fasilə ilə vurulmalıdır. Bəzən təcili hallarda, əgər 1 yaşdan kiçik uşaq su çiçəyi ilə xəstələnmiş biri ilə təmasda olarsa, peyvənd 9 aylığından etibarən tətbiq oluna bilər.